Herkese salam, kanalıma ve yeni bir vloguma hoş geldiniz. Sefa getirmişsiniz kızlar, necəsiz? İnşallah ki yaxşısınız. Ömer qalxıb artıq. Saat 7'dir. İstər cizgi filminə baxmaq. Mən səhərlər belə radiatorlardan ancaq birini yanıq saxlayıram çünki. Amma birini. O da bizim öz yataq otağımızdaki. Radiatoru yanıq saxlayıram çünki nəyə görə? Hə qızlar, çünki nəyə görə yanıq saxlayıram onda? O otaq serin otaqdır. Ora soyuq olur, yəni sərin olur. Yayda da hətta sərin olur. Ona görə baxın necə gözəl. Qəşəng hava bugün var. Bu belə. Qızlar, sizdən bir söz soruşacaq. Bu saatin bu hissəsi, nə baxın burada düşüb pasından biraz. Demək, batareya öz-özünə paslanıb, mən də bilməmişəm. O gün görəm ki, uşağın əli falan da batıb, yaxşı ki, paltalar batmadı. Nə ilə silirəm, spirtlə, nə ilə, hər şeyini silmişəm, amma getmir. Bilmirəm, nə ilə silim, prob eləyim. Yağ çözücülərlə qorxuram vurmağa ki, o şey rəngi gedər, amma baxın, bugün prob eləyərəm azca bir kənarından. Sizcə nə ilə gedər bu, mənə yazın. Belə göz qabağına qoymuşam ki, göz sizdən soruşun. Yadımdan çıxır hər dəfə. Nəysə, bax belə, qızlar, burada belə sərirəm Ömər üçün ki, qaranlıq olsun, pərdəsini falan da çəkirəm ki, qaranlıq olsun qızlar. İşte mən bir dənə onun kravatını yığışdırırım, öz otağımı yığışdırmışam. Yığışdırım qəşəng, sonra gəlim, gedim onun yeməyini falan verim. Şey qızlar, şurada söndürdüm, buraları da yığışdırdım, bunu da kalaskasını bura qoyaq. Belə. Sonra bunu da götürürüm, akşamdan böyle kalaskasını başına asıram. Paltarlarını səhər giyinəcəklər. Belə oldu, tərtəmiz. Buralar da səhər gəldi, qəşəng. Gidiblərə. Səhər gəldi hər yan. Mən də Ömərə bir dənə qəşəng yumurta pişirim. Qızlar, pəncərələri də açmışam, baxın belə. Bir dənə bu şüşəmi sildim. O günləri açıram çünki toz olur, hirslənirəm də. Amma bunlar göstərir, toçka-toçkadır. Silmirəm çünki baxın, havaya tutulub yenə. Dünən qəşəng günəş vardı, yenə tutulub. Belə. Qızıl güllərim də tutub gözəl. Həyat qəşəng təmiz olub, çox ürəyim açılır baxanda. Elə qızlar, bir də yumurta pişirim, onun əynini dəyişim. Sonra digər işlərimi görüm. Burada da belə axşamdan qoymuşdum reyhanın kökünü. Bunu bugün bastıraram Ömər yatandan sonra. Onu da yoldaşım çıxardıb bura qoydu. Qızlar, gəldim Ömərə biraz yumurta qızardım. Demək, nə deyirdim? Burada qızlar, bir neçə gündür görürüm ki, bizim evin yanında, həyətdə. Belə qara rəngdə quşdu, bir də oranj rəngdədir. Bu da gözəldir. Çox da gözəl səsi gəlir, baxın. Hə qızlar, adını bilən var, mən dediyim tərzdə quş. Bilən varsa, mənə deyər, istər zəhmət olmasa ki, nədir quşun adı? Qap-qaradır, balacadır, amma çox böyük də deyil, elə orta boydu da, amma qarağa boydu deyil də, yəni qara-qarağa boydu deyil. Hə. Elə. Qızlar, bu tavalları elə xoşlayıram. Çox qəşəngləri, quşquya oxşayırlar. Çox ucuza almışdım özdə. Bunları bilirsiniz hardan, biraz cihizlikdən qara evdə almışam. 4 manat almışdım, hiç şey almışdım belə. Çox qəşəngdir. Yapışdırmır da, eləmir da yəni. Belə oğuz-yüz qızardıranda mən yumurtmanı demişəm. Elə onlar xoşlayır. Pizzaya oxşarır dadında. Elə mən hidizlərim uşağım. Sonra keçim iş başına.
arvada ilə aralayıram, hazır bölürəm 4 yerə. Все. Mən yeməyi, Ömər Paşanın yeməyi yaparım. Kızlar, geldim toyuğumu pişireyim. Toyuğu yiyeceğim. Kışın böyle tərəvəzlərlə falan. Ona göre biraz kartof, biraz soğan, pomidor götürürüm. Biberle pomidor da götürürüm kızlar. Kızlar, demək 2 xörək qaşığı qatıq, gözə yarı tomat, duz, istiyorsa kök, zövqə görə əlavə elədim və sulu yağ. İndi bunları qəşəng qarışdırım. Tərəvəzlərimi də yumuşam. Kartofu da eynən bu sosda qarışdıracağım və tufkaya qoyacağım. Üstdən də tərəvəzlərdən. Kızlar, hazırdır yeməyim. Badımcaqla bir qıraqdan düzdüm ki, çünki tez qızarır qızaranda. Qoy əsas toyuq, kartof bunlar tez pişsin. Pomidorlar bir üstdən düzdüm ki, soğuk belə keçsin qəşəng toyuğa. Belə indi bunu yerləşdirim mən fırına, sobaya. Badımcaq xoşlayıraq yağlı qızlar. O kadar ağır bir şey. Bitti. Yemek bitti. Bence bitti. Teyzemin kanları yiyor. Ne kadar Ömer bakmıyor. Bu burada kalsın. Tuz koyuyorum. Ben bir dənə buraları yığışdırım, gəlirəm. Demək qızlar, bir dənə buranın vəziyyətinə baxın. Ömərin əlindən nə gəldi, tez təsir çalmışam buram ki, qaşlı tutdu oynuram da mən ona rəsmən. Bağlam buraya yazıq. Burada həmçinin. Əslində, sadəcə yerləri dəyişib bir çox şeyin. Yerlərini səhmana salsam qaydaya düşəcək. İndi inşallah gəlin birlikdə təmizliyimizi eləyək. Bunlar kızlar Ömer'in bahçedeki halislerdi. Bakın böyle tamamlayıblar burada. Kleyleyip tamamlayıp. Ben bunları buraya onun elinden atmışam ki durmasın. Şimdi inşallah bunları o buraya taxta gizlədəcəm. Bu da benim yoldaşım mənə almışdı. Geçen yadınıza gəlir. Şəki vloguna baxmışdınız yəqin. Belə qəşəng bir güzgü. Və belə bir daraq. Çok güzel daraqdır. Bunu da istifadə edirəm qızlar. Havasa çıxanda gəzməyə falan çantama atıram. Amma belə günləri çantamda saxlamıram. Keyfim gəlir. Bütün salfetin birine lazım olacaq tozları alanda. Bu da 11-ci tripodumdur. Bu tərəfə qoyacağım ki düzəldəcəyik onu. Burada bize lazım olan sənədlərdir qızlar. Bunu hiçbir şey eləmirəm. Əslində çətin bir şey yoxdur burada yığışdırmalı. Yəni tozu alacağım. Bir də lazımsız şeyləri atacağım. Mən onu atarım. Yoldaşım biraz saxla lazım olar. Oy. 10 saatında biraz bahalı saatda deyir, pakovkası qalsın.
Müharibədən sonra ona hədiyyə almışdım. Öz qazancımla. Bunları da siləcəm qızlar axırda. Bu sleeping salfeti ilə ancaq belə dolab içlərini silirəm. Amma belə dolabın üst hissəsini xoşlayıram ki, mən deyiləm. Bundan sonra da biləm təmiz deyil. Şifayəlim, şkafım, nə bilim. Oldu tərtəmiz gül kimi. Gözləyək 2 dəqiqə qurusun. Qızlar, krafinkama baxın, fikir verməyin. Bunu da yanıma gətirmişəm ki, su içmək yadımdan çıxmasın. Belə yanımda qoymuşam ki, stəkana sürəm, tez-tez içirəm suyumu, yoxsa yadımdan çıxır. Şükürə görə. Belə başlayaq. Bu demək, papqanın içi təmizdir. Yəni hər şey burada lazımlı şeylərdir. Qurdu. Bunu qoyacağım bura indi. Mənim dəftər kitabımdır. Bu mənim günlüyümdür, gündəliyim, yoldaşıma oxalmışdı. Bu da bizim evin haqq hesab dəftəridir. Hardakı qızlar ev tikiləndə yazılıb, nə içi alınıb. Qızlar, o rəhmətlik nənəmin sap qapısı idi, mənə vermişdi. Belə mən də dəyərləndirirəm. Burası da açılıb bura. Mən də saxlayıram da, yadigar. Qızlar, bu şpirkalarda toy günü 10 il bundan qabaq toy günü mənim başımdan çıxan şpirkadır. Kim saxlayır öz başından çıxan şpirkaları, baxın. Amma mən saxlayıram. Bunlar şpirkadır. Bir də sancaqları onlar babam girdədir. Belə çox qəşəng, keyfiyyətli şpirkalardır ya sizə. Neyse, bu sapı düzəldək qızlar. Mən o gün kosmetologdan almışdım lasyon falan. Bu onlardır. Bunlar da mənim gündəlik, mənim əlimin altı birinci, bunu burada saxlayıram ki, əlimin altında sıra lazım olan kimi götürüm. Bunları da ona görə bura qoyuram ki, bir də görürsünüz lazım olur və götürürəm sırazı. Gələn sizin üçün çəkeyim belə. Belə qoydum bunları bura sərgəliyim. Bu da yoldaşımın, bunu da xəritə göstərmək üçün qələmdir. Başında işığı var. Bunu da yoldaşıma hədiyyə edib. Hərbiçi dostları sağ olsunlar. Belə. Bunlar Novqotdan qalıb burada. Nə qalıb bilmirəm. Bunlar buradan götürürəm. Baxın, qızıl qabım nə hala qalıb. Qardaşlarım sleeping salfetini silək. Qızlar, belə aksesuarları qoymağa şkaf ayırmışam. Sırf belə aksesuarları qoyuram. Prosto yenə edirəm. Ömərin əlindən bir də görürsün, tələsik şey eləyirəm. Qəşəng şamponludur. Salfetka. Bu məşqanın dərman qapısıdır. Bu təmizlikdir, təmizlik lazım olur, bir də görürsünüz. Hamısı bunlar kaşlıqlarda. Buraları belə sərgiyə saldım. Bu da Ömərin nədir? Dərman qabıdır. Dəqiqə qızlar. Bu yoldaşıma sigaret çəkən adamlar kimi hamı ay verir şey, yandıran. Bu da heç kimin qəlbini qırmır, əlbəttə ki. Alır hədiyəni, normal olaraq hədiyyə alırsan da, devirsək. Mən işlətmirəm. Belə. Bu mənim rəhmətlik nənəmin elə gündəlik işlətdiyi kaşlok idi. Amma belə önəmli yerlərə gedəndə işlətdiyi kaşloklar daha belə bərbəzəklidir. Belə qızlar, bunlar bura yığdım. Heç nə, bunu da bura saxladım. Çünki bu mənə əl altında lazımdır. Vəsiyo. Biraz uzadım. Yer var. Lazım olanda hansı kaşlok istəyir götürər yoldaşım. Bu mənim qızıl qabımdır. Qızıl dedik, komplekt qabımdır da. Belə,
Burada oldu sərgəli. Burada belə elədim. Böyle karobkada olan şeyler buraya yığdım. Sonra böyle, bu arada mən ətir işlətmirəm, istifadə etmirəm. Xoşlamıram da, amma baxın əlim necə soyulub bıçaqdan. Hə. Xoşlamıram da, yəni ətir həm də xoşlamaqdan da əlavə mənim allergiyam var. Məndə boğulma olur ətir qoxusuna qarşı. Hətta yoldaşım belə ətir vurmaq istəyəndə çıxır çöldə vurur və elə işə gedir, gəlir. Elə də deyirəm həmişə ki, elə bir ətir al ki, onu çox qalmasın, yəni səndə onun qoxusu evə gələndə mən hiss eləməyim, çünki çox pis oluram. Bunlar da belə burada şampunlar falan, nə bilim, saç balzamları, burada əl kremim var. Əsas əl kremlərim boldur. Aşağıda da dərmanları yığmışam, belə sərgəli. Söp 3 dolab da tamamdır, bitdi. Amma mən də bitdim. Bir də bu dərman da bu. Mənim boğaz spreyimdir. Böyle buraya yerleştirerek. Все. Bitti. Yok, bitmedi. Bitmedi. Bir tane kremim kaldı. Dakika kızlar. Üstteki da buraya yerleştireyim. Bakın bu krem La Roche'nindir. Bu 49.90'a böyük boyunu almışam. Balacalarda var. Ne bileyim 12 manata, 15 manata, amma sərf eləmir də, böyüyü bir dəfə sərf edir. Həm uşaqlara vurmaq olur, quru dərili uşaqlara, həm də böyüklər üçündür və təbiidir. Bunu mənə dəri həkimi, Dəri Zöhrəvidən həkim demişdi ki, bu çox yaxşıdır. Həm özünüzdə işlədə bilərsiniz, həm də körpəyə. Belə qızlar, şö. Gedim digər işlərimi görüm. Bir dənə toz soğanlayayım, sileyim, qəşəng tozları alaq. Buralarımız tozlu bütün. Bunlar da bunları götüreceğim. Buraya yine de boşalacaq. Bunlar üçün ayrı tumla ayırmışam ki, mən hər şey olmasın. Hərəsi bir dərədə qalmasın. Все. Gidip onları sileyim. Tam belə istədiyim kimi, baxın pomidorlar qəşəng belə kebab kimi pişiyib, biber də belə restorandakı kimi pişiyib. Ətləri çox qızartmadım ki, onda quru olurdu. Sonra qızdırdıqca yeməyi yenə quruyur. Ona görə belə əsas istəyirəm ki, tərəvəzlər belə kebab kimi olsun, kebab dadı gəlsin. Belə kartuşkalar da belə pişiyib, pişiyor. Mən çıxım bir dənə zibilə atım, gəlim. Sizlər yadınıza gəlsə, qəşəng belə ayırmışdım. 2 dənə də görün neçə dənə burada bunun xıçası var da. İndi mən buraya əkəcəm burada. Bir dənə vilka gətirmişəm, başqa işini tapmadım. Torpağın üstə balaca belə azca oymalıyam. Çox yox, ehtiyac yoxdur. Elə bunları eləyim bir dənə. Bunlara can suyu da verək. Yerlərini biraz da sıxışdırım. Axşam bir külək olub ki, tüm torpağı qurudub. Bunu da böyrünə belə qoyaq. Bu yaxşıdır. Şu. Gedim. Suyu da söndürüm. Hatıralar da canımızdır. Qablarım vardı. Biz çörək yedik. Yığışdırdım. Yemeği başka bir qazana keçirtdim. Qazı sildim. Buraları sildim. Divarları sildim. Rafinan sildim. Bu arada geçen sefer bir izleyicim dedi ki, Rüya Hanım, bəs bu sarı gücünün başında setka varmış. Kızlar, inanırsınız mən bilmirdim. Doğrudan hər gün adam bir şey öyrənirsən, buradan belə açılır. Daha yaxşı püskürtülür. Mən də daha zülüm çəkirəm bundan. Deyirəm, bu niyə belə yaxşı püskürtülür? Buradan həmən bacıma təşəkkür edirəm. Bildiyini məndən bölüşdüm. Belə qızlar. İndi çay dəmləyəcəm. Çay belə stəkanlar qoymuşam, biraz konfet falan, hər tərəfi yudum yığışdırdım, belə keçim çəkim. Buranı da tərtəmiz elədim. Qəşəng, tərtəmiz oldu. Buraları da sildim, yığışdırdım. Hər yan gül kimidir. Bir dənə bunu da qoyaq. Bir dənə bu listim qalıb, bunu da istağa qoymuşam. Hətta gəlin bu sarı gücdən də biraz püskürdüm.
Ya da püskürtməyim, yox. Yox, püskürtməyim nəyə görə? Çünki mən yiyəcək qoyduğum qablara bundan püskürtməyəm axı. Heç nə, adicə belə qab sabunundan belə eləyirəm. Sonra yenə biraz isti su əlavə edirəm. Yumşalır qəşəng. Belə, neysə qızlar. Çay dəmliyim, çay içək, vlogu burada bitirirəm. İnşallah növbəti gün, növbəti vlogda görüşərik.